İkinci fəsil. Mrs. Hall ana olmağa hazırlaşırdı. Bu münasibətlə təşkil edilən qonaqlığa Jessica atasının gül mağazasından böyük bir gül dəstəsi gətirmişdi. And içə bilərəm ki, o gülləri torpaqdan çıxardıb və kağıza büküb vermişdi. Nəysə, bu mənə o qədər də maraqlı deyildi. Bir gün əvvəl mağazadan üstündə sarı güllər olan gözəl açıqça almışdım. Fikirləşdim ki, həm şəkildəki güllər bir həftədən sonra solub qurumur, həm də bu açıqça ilə Mrs. Hall'un qarşısında bütün günahlarımı yuya bilərəm. Max hədiyəsini Mrs. Hall'a verdi. O bağlamanı açanda Max stula söykəndi və əllərini başının arxasında birləşdirdi. Onun hədiyəsi bələk idi. Mrs. Hall sadəcə gülümsəyərək təşəkkürümü bildirdi. Deyəsən, bu davranış həmişə diqqət sevən Max'ın xoşuna gəlməmişdi. O hər gün qonaqlığın vaxtını soruşur, tədbirə xüsusi həvəslə hazırlaşırdı. Amma indi belə sadə təşəkkür gözləmirdi. Mrs. Hall mənim açıqcamı zərfdən çıxararkən onu digərləri kimi ucadan oxumadı. O tərəddüd edirdi, amma əmin idi ki, onu bəyənəcək. Öz hədiyyəmə arxayın idim. Mrs. Hall'un üzünün ifadəsinin dəyişdiyini görən Mrs. Silver də əyilib açıqcaya baxdı. Düşünürdüm ki, nəhayət mən də xoş söz eşidəcəyəm, amma gözlədiyim kimi olmadı. Mrs. Silver qaşlarını çatıb, əli ilə qapıya tərəf getməyimi işarə elədi. Şay bunu gördü. O istehza ilə güldü və az qala qışqırdı. Eli Nickerson danışanda dünya hər zaman sükuta qərq olur. Şay, sakit dur. Mrs. Hall ona acıqlanınsa da xəbərdarlıq üçün gec idi. Sinif yoldaşım yenə də mənim xətrimə dəymişdi. Hər dəfə belə olanda daha da kədərlənirdim. Sal və Jessica güləndə keçən həftə Cadugərlər bayramında sevimli personajlar kimi geyindiyimizi xatırladım. Babamın dəfələrlə mənə oxuduğu Alisa Möcüzələr aləmində kitabının qəhrəmanı kimi geyinmişdim. Şay və onun kölgəsi Jessica bütün günü məni görən kimi Alisa axmaqlar aləmdə deyə qışqırırdılar. Keisha Şayın yanına gəlib hissli şəkildə ondan soruşdu. Niyə siz həmişə başqalarının işinə burnunuzu soxursunuz? Keishanın belə cəsarəti çox xoşuma gəlirdi. Təəssüf ki, bu cəhət məndə yox idi. Şay geri çevrildi, Keishaya elə baxdı ki, sanki bu dəqiqə üzünə şillə vuracaqdı. Şay da yarı təntənəli şəkildə ona sual verdi. Yəni sənin kimi? Keisha sözlərdən geri durmadı. Düzdür, bu mənim işim deyildi. Amma indi sizin işiniz olduğu qədər mənim də işim sayılır. Şay hirsləndi. Əl çək. Keisha da sərt şəkildə cavab verdi. Sən sadəcə qəddar olmamağa çalış. Max qollarını sinəsində çarpazlayıb arxaya söykəndi. Bəli, indi döyüş başlayır. Mrs. Hall onun sözünü kəsdi. Heç bir döyüş filan başlamır. Suki əlində taxta blok tutmuşdu. Onun belə bloklardan ibarət kolleksiyası var idi. Onları qutuda saxlayırdı. Dəqiq bilirdim ki, o həmişə əsəbləşəndə bloklardan birini qutudan çıxarır, indi də əsəbi idi. Şay gözlərini zilləyib qəribə şəkildə Keishaya baxdı. Mrs. Hall Şayla Keishaya xəbərdarlıq etdi. Üzünü Max'a çevirib ona mübahisəni qızışdırmamağı tapşırdı. Mrs. Silver isə yenə də mənə qapıya tərəf getməyi işarə etdi. Aman tanrım, burada nə baş verirdi? Biz dəhlizə çıxanda Mrs. Silverin üzündə hər dəfə mən nəyəsə görə ondan üzr istəyəndə yaxud hansısa davranışımın səbəbini izah edəndə yaranan ifadə vardı. Ancaq bu dəfə nə baş verdiyini özüm də anlamırdım. Sonradan peşman olacağımı hərəkət etməmək üçün əllərimi cibimə dürtmüşdüm. Arzu edirdim ki, kaş ağzımı da cibimdə gizlətmək mümkün olaydı. Eli, mən başa düşürəm, sən yersiz bir şey etdin. Amma bu həmişə etdiklərindən fərqli idi. Mrs. Silver danışmağa başladı. O nəsə yaxşı bir iş görmədimi, hətta bundan əvvəl etdiklərimə bənzəmədiyini deyirdi. Hələ anlamırdım ki, açıqca bağışlamağın nəyə pis ola bilərdi. Eli, əgər diqqət cəlb etmək istəyirsənsə, bunu belə etməməlisən, Mrs. Silver dedi. Mənim də hamı kimi diqqətə ehtiyacım var idi. Lap balığın üzgəcə ehtiyacı olduğu kimi. Qapı açıldı və Oliver sinifdən çıxıb bizə yaxınlaşdı. Eli, sən kartı Mrs. Hall'a verməklə demək istəyirsən ki, o axmaq bir uşaq dünyaya gətirmək üçün bizi tərk edəcək və sən bunu da görə təəssüflənirsən? Mrs. Hall sənin sözlərinə görə pis olub. Elə mən də onun vəziyyətinə görə pis olmuşam. Oliverin nə dediyini anlamırdım. Oliver, bura niyə gəlmirsən? Mrs. Silver soruşdu.
Hə, mən ayaq yoluna gedirəm. Oliver bunu deyib qaça-qaça dəhlizi tərk etdi. Artıq gedə bilərəm? Ehtiyatla Missis Silverdən soruşdum. Burada artıq bir dəqiqə də qala bilməzdim. Missis Silver yox mənasında başını buladı. Başa düşmürəm ki, sən hamilə bir qadına nə üçün təəssüflə, kədərlə rəmzi olan açıqca hədiyyə etmisən? Təəssüf bildirən açıqca mən düşünməyə başladım. Düşündüm, birdən xatırladım. Anam bu kartları adətən sevdiklərini itirmiş insanlara göndərirdi. Birdən həyəcandan qarnım ağrımağa başladı. Hə, artıq Mrs. Hall'un nə fikirləşdiyini təsəvvür edirdim. Sən verdiyin açıqcanın nə məna daşıdığını bilirsən, Eli? Missis Silver soruşdu. Əslində bunu inkar etməliydim, amma hə mənasında başımı tərpətdim. Çünki bunun Missis Silverin izah etməyini istəmirdim. Üstəlik o bunu izah etsəydi, mənim daha axmaq biri olduğumu fikirləşəcəkdi. Bəs niyə belə bir iş gördün? Missis Silver soruşdu. Sakitcə dayanıb özümü sındırmadım, amma ürəyim sıxılırdı. Çox pis olmuşdu. Qonşunun iti öləndə özümü çox pis hiss etmişdim. O da qalmışdı ki, balaca bir körpənin ölümü. Axı sarı açıqcanın belə kədərli mesaj verdiyini bilmirdim. Axı mən açıqcanın üstündə gözəl sarı güllərə görə almışdım. Onu alanda Missis Hall'un şad olacağını düşünmüşdüm. Amma həqiqəti deyə bilmədim. Bunun müxtəlif səbəbləri vardı. Həmin səbəbləri nə ona, nə də bir başqasına deyə bilərdim. Nə qədər arzulasam, istəsəm və ümid etsəm də oxumaq mənim üçün çox çətin idi. Bu hərflərdən bişirilmiş bir qazan şorbanın boşqaba tökülüb önümə qoyulmasına bənzirdi. Başqalarının buna necə bacardığını bilmirdim.